Bismillahirrahmanirrahim və salatu və selamu alə mən lə nəbiyə bə'dahu. Əziz və hörmətli izləyicilər, bu günləri inşallah usul qaydalarımızın ikincisini keçirik və ikinci qaydamız əziz müsəlmanlar, əslu fil ibadət, ət-təvqif, həttə yəti dəlilun bil ibadə. Qayda odur ki, ibadətlərdə əsas qayda dəlil gəlmədikcə, yəni şəri sübut olmadan ibadətin qəbul edilməməsidir. Yəni Allah Azza və Cəllə şəriətdə bir əməli ibadət təyin etməyibsə, o məsələdə dayanmalısan. Çünki ibadətin əsli dayanmaqdır. Şəriət hətta gəlib o əməli bizə ibadət kimi təyin edənə qədər. Bunun əksini edənlər isə həqiqətən də dində zəlalətə düşmüşlər. Allah Quran-ı Kərimdə Şura surəsinin 11-ci ayəsində buyurur ki: "Əm ləhum şuraka'u şəra'u ləhum minəd-din mə ləm yəzən bihillah." Məgər onların şərikləri mi vardır? Allahın dinində onlara yeni hökmlər qoysun, yəni yeni hökmlər versin. Həmçinin Allah Azza və Cəllə Həşr surəsi 7-ci ayədə buyurur ki: "Və mə ətəkumur rasulu fəxuzuhu və mə nəhəkum anhu fəntahu." Muhammed sizə nəyə əmr edirsə onu yerinə yetirin, nədən çəkindirirsə ondan çəkinin. Həmçinin Allah Azza və Cəllə Nur surəsinin 63-cü ayəsində buyurur ki: "Fəlyəhzəriləzine yuxalifuna an əmrihi." Muhammedin əmrinə qarşı çıxanlar həzər etsinlər başlarına gələn müsibətdən. Əgər kimsə Muhammed sallallahu aleyhi və səlləmin əmrlərinə müxalif olarsa, onun şəriətindən başqa bir şəriət gətirərsə, başqa bir ibadət gətirərsə, Allah Azza və Cəllə onları təhdid edir. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki: "Mən amilə əmələn leysə aleyhi əmruna fəhuvə raddun." Kim bizim bu əmrimizə müxalif bir əmr gətirərsə, o ondan rədd olunur. Ona görə əziz müsəlmanlar, xeyrul hədi hədi Muhammedin sallallahu aleyhi və səlləm. Ən doğru yol Muhammed sallallahu aleyhi və səlləmin yoludur. Ən şərli yol isə, ən pis yol isə Peyğəmbər sallallahu aleyhi və səlləmin yolu olmayan yoldur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin yolu olmayan dini məsələlərdə bidət olur. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki: "Və kullu bid'atin dalalə." Hər bidət zəlalətdir və hər zəlalət də oddur. Ona görə də şəriətin bütün məsələlərində vəhyə dayanmalısan. Vəhy ilə əməl etməlisən. Və əziz müsəlmanlar, bu qaydanın tətbiq sahələri bunlardır. İbadətin səbəbi dəlillə sabit olur. Yəni ibadətin səbəbi dəlillə sabit olur. Bu o deməkdir ki, əziz müsəlmanlar, Ramazan ayının gəlişi oruç tutmağa səbəbdir. Həmçinin günəşin batması kusuf namazına səbəbdir. Həmçinin yağışın istəməsi istisqa namazına səbəbdir. Yəni səbəbi, hansı ki ibadəti səbəblə eləyirsən, o səbəbi də şəriət təyin edir. Şəriət təyin etmədiyi səbəblə ibadət etmək bidətdir və yanlışdır. Bəzi insanlar vardır ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin doğum gününü səbəb olaraq götürürlər və deyirlər ki, bu günləri biz Peyğəmbərə mövlud edəcəyik. Peyğəmbər sallallahu aleyhi və səlləmə doğum günü eləyirlər və xüsusi ibadətlər eləyirlər, xüsusi ibadətlər yerinə yetirirlər. Amma bu ibadətin səbəbi şəriətdə gəlməyib. Şəriət Peyğəmbər sallallahu aleyhi və səlləmin doğulduğu gün üçün bir ibadət təyin etməyib. Və bəzi insanlar Peyğəmbər sallallahu aleyhi və səlləm doğulduğu gün üçün ibadət təyin ediblər və səbəb götürülür. Bu səbəb batıl səbəbdir. Çünki ibadətin səbəbi dəlillə sabit olur. Məsələn, bəzi insanlar Rəcəb ayının ilk cüməsində xüsusi namazlar qılırlar. Və bunun səbəbi şəriətdə gəlməyib. İnsanlar bunu özlərindən çıxardıblar. Bu səbəbə şəriətdə heç bir dəlil yoxdur. Ona görə əziz müsəlmanlar, ibadətlərdə əsas qayda dəlil gəlmədikcə şəri sübut olmadan ibadətin qəbul edilməməsidir. Həmçinin əziz müsəlmanlar, ibadətin növü də dəlillə sabit olmalıdır. Yəni, hansı ibadəti sən yerinə yetirirsən? O ibadət məsələn, oruc ibadətidir, zəkat ibadətidir, həcc ibadətidir və s. ibadətlər növləri yalnız və yalnız şəriət təyin edib. Bəzi insanlar gəlirlər, yeni ibadətlər çıxardırlar, yeni
ibadətlər yerinə yetirirlər və cəmaata deyirlər ki, bunlar ibadətdir, bu ibadətləri yerinə yetirin. Amma o ibadətlərin növünə dair şəriətdə heç bir dəlil yoxdur. Həmçinin əziz müsəlmanlar, ibadətin miqdarı da dəyişdirilə bilməz. Çünki ibadətin miqdarın yalnız və yalnız şəriət təyin edir. Məsələn, namaz 2 rükətdir, sübh namazı 2 rükətdir, zöhr namazı 4 rükətdir, əsr namazı 4 rükətdir, məğrib namazı 3 rükətdir, işə namazı 4 rükətdir. Kəbədə təvaf eləmək 7 təvafdır. Kəbənin ətrafında edirsən. Səfa və Mərvə arasında 7 dəfə səy edirsən. Bunları təyin edən ancaq və ancaq şəriətdir. Həmçinin namazlardan sonra zikirlərdir. Bunları təyin edən yalnız və yalnız şəriətdir. Və kimsə gəlib bu miqdarı dəyişdirmək istəsə, ondan dəlil tələb olunmalıdır. Və bunların heç birinə də şəriətimizdə dəlil yoxdur. Ona görə ibadətlərin miqdarları dəyişdirilə bilməz. Çünki qaydamızı xatırlayaq, ibadətlərdə əsas qayda dəlil gəlmədikcə, şəri sübut olmadan ibadətlər qəbul edilməz. İbadətlər doğru sayılmaz. Həmçinin ibadətlərin keyfiyyəti də dəyişdirilə bilməz. Məsələn, şəriət bizə səcdənin müəyyən formasını deyib, 7 əza üzərində səcdə etmək. Məsələn, biri alnını qaldırıb, əlləri, dizləri, ayaqları üzərində səcdə etsə, bu doğru olmayacaq. Çünki ibadətin keyfiyyətini yalnız şəriət təyin edir. Məsələn, biri ayaqlarını qaldırsa, doğru olmayacaq. Və yaxud qiyamda otursan, doğru olmayacaq. Rükunu doğru etməsən, bu ibadət doğru hesab olunmayacaq. Çünki ibadətin keyfiyyətini yalnız və yalnız şəriət təyin edir. Sən özündən ibadətə keyfiyyət verə bilməzsən. Bu yanlışdır, doğru deyildir. Həmçinin əziz müsəlmanlar, ibadətin vaxtı da dəlillə sabit olmalıdır. Hansı ibadət hansı vaxtda edilməlidir? Şəri dəlillə sabit olunmalıdır. Məsələn, misal olaraq namazın vaxtı, həcc etmək vaxtı, sonra Ramazan orucu, bunların vaxtını ancaq şəriət təyin edir. Sən özündən vaxt təyin edə bilməzsən. Məsələn, əsr namazını saat 1-də qılmaq və yaxud məğrib namazını saat gün batmamış qılmaq və s. Yəni, ibadətin vaxtını yalnız və yalnız şəriət təyin edir. Ərəfa günü, məsələn, həccin 8-cü günü etmək. Bunlar doğru deyil. İbadətin vaxtını yalnız şəriət təyin edir. Şəriət bunlara xüsusi önəm vermişdir. Həmçinin ibadətin məkanı da dəlillə sabit olmalıdır. Müəyyən ibadətlər vardır ki, onlar məkana bağlıdır. Məsələn, həcc yalnız Məkkədə edilməlidir. Təvaf yalnız Kəbənin ətrafında edilməlidir. Səfə və Mərvə arasında səy yalnız 2 dağın arasında, Səfə və Mərvə dağı arasında edilməlidir. Etikaf, məsələn, meçiddə edilməlidir. Cümə namazı meçiddə qılınmalıdır. Yəni, ibadətin məkanını yalnız şəriət təyin edir. Sən özündən, belə deyək, ağılla fikirləşib ibadət məkanı təyin edə bilməzsən. İbadət məkanı yalnız və yalnız şəriət təyin edib. Ona görə, əziz müsəlmanlar, qaydanı xatırladım. İbadətlərdə əsas qayda dəlil gəlmədikcə, şəri sübut olmadan ibadətin qəbul edilməsi mümkün deyildir. Və bu qayda ona görə mühümdür, əziz müsəlmanlar. Çünki alimlər buyurmuşlar ki, əl-ibadət məbnəhə aləl-ittibə, lə aləl-ibtidə. İbadətlər bidət üzərində deyil, ittiba üzərində qurulur. Yəni, kitab və sünnə üzərində qurulur. Yəni, müsəlmanlar bu qaydaya diqqət etməlidirlər və bu qayda üzərində düşünməlidirlər ki, hətta bidətə düşməsinlər. Və bilməlidirlər ki, ibadətin səbəbini də, növünü də, miqdarını da, keyfiyyətini də, vaxtını da, məkanını da yalnız və yalnız şəriət təyin edir. Şəriət təyin etməyibsə, onlar ibadət hesab olunmur. İbadət deyildir. Çünki ibadətin əsli mən edir, qadağadır. Hətta şəriət gəlib o ibadətə ibadət demədikcə və ibadəti də şəriət qeyd etdiyimiz kimi səbəblə, növlə, miqdarla, keyfiyyətlə, vaxtla və məkanla qeyd eləyir. Və bu qədər əziz müsəlmanlar, Allah bizi eşidib faydalanlardan etsin.